19 aprel buraxılış suallarına baxırıq. Deməli, 10-cu sualda biz let feili gördük və özündən sonra obyekt əvəzliyi gördük. Bu mürəkkəb tamamlıq dərsinə aiddir. Burada bizim 3 qrup feilimiz var. Let birinci qrupdur. Birinci qrup feillər trusuz məsləhət götürür. Yəni, heç bir zamana görə dəyişmir. Cavab olacaq D variantı. 11-ci sualda ən birinci biz bilməliyik ki, varlığı tək olan sözlər D artiklda istifadə olunur. Dünyada belə sözlərdəndir. İkinci tərəfə D artiklı yazacağımız üçün cavab ya B ya E olacaq. Bu tərəfdə isə isim olduğu üçün qarşısına artiklsız qoya bilmərik. Bu birinci ipucu. İkinci ipucu isə burada üstünlük dərəcəsi var. Sifətin ən sürətli, ən cəld heyvan cavab olacaq E variantı. Onsuz da sifətin üstünlük dərəcəsində sifətdən sonra isim gəldiyi üçün artikl ismə aiddir deyə biz ora həmişə D artiklı qoyuruq. Yəni, müqayisədə də bu belədir ki, isim varsa biz ora E qoyuruq. E və ya ən, mordan əvvəl. İsimlər seçindir. Baxırıq ki, artıq söz suallarında biz lüğət bilməliyik. Dangerous, təhlükəli. Silent, sakit. Easy, asan. Comfortable, rahat. Lakin D variantında picture və culture, şəkil, mədəniyyət hər ikisi isimdir. Gəlin məchul növə də baxaq tez. Deməli, our head chef has created this dish today. Burada tamamlıq this dish olacaq. Heç tapmağa ehtiyac yoxdur. Çünki hər variantda var. Onsuz da məchul növdə məlum növün tamamlığı məchulun mübtədası olur. Və digər tərəfdə burada həz varsa, baxın, vozu, izi, yenə vozu hərdi çıxın. Elə cavab B idi. Həm də ki, məchul növdə indiki bitmiş zamanda have və ya has olur. İsim, yəni mübtəda təhdid deyə has olur. Araya isə been girməlidir mütləq məchulda.